Sabahlarınız xeyir, gününüz aydın olsun. Biz Fidaşka ilə səhər tezdəndir. Saat 9'un yarısıdır. Gedirik məktəbə. Fidanın bugün imtihanı var. Altıların imtihanı. BSG kimidir, amma nə bilim, başqa müəllim, başqa sinif də olacaqlar da. Yəni önemli bir imtihandır. Ora gedirik. Aparıram Fidaşkanı. Oradan da bir saat yarım çəkəcək dedilər. Ona görə evə qayıtmayacağım. Elə bir dəfəlik şərfimi atarxıya bir dəfəlik Fidanı götürəcəm, sonra qayıdacağım evə. Elə qəşəng hava var, isti, günəşli hava olacaq. Hələ ucu səhərdir, indidən yaxşıdır. Fidan təbii ki həyəcanlıdır, çox. Axşamdan özünü öldürür. Aylin dünən oldu Aylinə, amma heç Aylin həyəcanlı deyildi. Fidanda həyəcan çoxdur. Yavaş gedək. Oradan da sonra bəlkə mağazalar gəzərəm. Ya nə bilim, valideynlərlə söhbət eləyərik. Görüm necə eləyirəm. Dünən yüklədiyim video, Aylin'in ad günü videosu. İlk önce o qədərdən ibarət değildi. Yani çok uzun idi, çok idi. Hem yemək, hem oynamaq, hem bilirsiniz, mahnı qoymaq olmaz deyənə YouTube'a. Getdiyimiz məkanda elə bir məkan idi ki, yani ora ancaq musiqili məkan idi. Orada musiqinin dayandığı vaxt olmurdu. Ona görə bir çoxunu qoymadım, azını qoydum. Çünkü səsi yoxdur, nə bilim, o mənasız olacaqdı ona görə. Bir də çox qaça düşdüm. Həm məktəbdə, uşaqlar, hazırlıqlar, Aylin istədiyi kimi olsun, bu olsun, olsun, tortun dalınca get, paltar dalınca get, nə bilim, bir çox da hədiyyə seçimi. Ona görə məkan seçimi ki, Aylin istədiyi olsun. Ona görə çox çəkiliş eləyə bilmədim. Qoyduğum qədərinə baxdınız, izlədiniz. Çox sağ olun. Gözəl sözlər yazmışdı hamınız. Təbrikləriniz üçün, dualarınız üçün, gözəl sözləriniz üçün çox sağ olun. Minnətdaram. Allah hər zaman sizləri də əziz etsin. Sizin də evlatlarınızı qorusun. Hamınızı uzun ömür, can sağlığı arzu edirəm. Siz bizim könlümüzü xoş elədiniz. Gözəl mesajlarınızla Rəbbim də sizin könlünüzü, bəxtinizi hər zaman gözəl etsin. Allah hamınızı qorusun. Çox sağ olun. Minnətdaram. İnanırsınız, çox duyğulandım həqiqətən. Hamınızın gözəl sözləri, duaları. Demək ki, insan bir-birini tanımadan, məsafə fərqi olmadan da sevgi olarmış, necə deyim, ürəkdən dua olarmış. Hamınıza minnətdaram. Çox sağ olun. Bu günlərdə insan axtarır, istər öz həyatında olsun, istər indi YouTube ailəmdə olsun ki, görüm kim, məsələn də, necə deyim, mən fikir verildim ki, kim yazdı, kim yazmadı. Hamınıza minnətdaram. WhatsApp'da da yazıb qoymuşam təşəkkürümü. Burada da dedim, sizə deyim. Allah hər daim sizi xoşbəxt eləsin. Xoşbəxtlik bilirsiniz, tək necə deyim, cavandır, xoşbəxt olsun, yox. İnsana hər yaşda xoşbəxtlik lazımdır. Qoca, cavan, uşaq fərqi yoxdur. Allah bütün balaları qorusun. Heç bir balanın gözünə, yaş ayağına daş dəyməsin. Mənim qızlarım da onun içində. Öpürəm hamınızı, təbriklərinizə görə minnətdaram. Həqiqətən çox duyğulandım, çox sevindim. Allah hər daim sizi sevindirsin. Çatırıq uca məktəbə. Qoydum Fidanı. İndi müəlliməsi elə dedi ki, bir saata falan çıxarlar. Uzağı 1 saat 20 dəqiqə. Ona görə evə getməyəcəm. Biraz gəzim buralarda.
hava alım. Ay, sen ne güzel rengin var. Pis, pis. Ne güzelsin sen. Anası da oradan geldi. Ay can. Evki yemeğim yok elimde. Biri de varmış. Koy yedim. Mağazadan alım yemek yedim. Orada bravo var. Gözleyin. Gedib gəlirəm. Geldim bravoya. Aldım. 2 tane aldım. Gedək. Verim yesinler. Hem şu üstümde götürürdüm korum. Bu defa yadımdan çıxıb. Qoy görüm hardadılar. Pisi pisi. Kimse qovmadı görəsən. Ha buradadır. Piş piş piş. Pis 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 pis. Gel sen de gel. Biri geldi koy hamısı gelsin. Pis 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 pis. Yeyirlər. Birini tapmadım ama 3 idi. Şener Kuban ne terazıklar. Geldi sen de geldin. Dayan koy birini de sana açım. Dayan. Gel koy gözle gözle. Yok ora yok gözle. Yaxşı ki 2 paçka almışam. Yoksa doymaz idi. Biri de var. Gel sen de gel gel. Gel gel gel. Gel gel gel. Gel gel kalk kalk kalk. Kalk ye gel gel. Yiyinlər. Siz ne güzelsiniz. Siz ne geçeysiniz. Balanın biri de orada varmış. Ay Allah. Balasına bakır. Orada ağaçta qalıb. Ay necə düşürdüm onu mən. Ha gəlir. Gəlir gəlir. Qorxur. Sen ora niye çıxmırsan? Bax indi də qorxursan. Düşə bilmədim. Aha düşəcək. Ay Allah yıxılmasa yaxşıdır. Bura keçid yoxdur. Ay Allah ay Allah. Can düş. Düşür. Başardı. Can. Bunlar yedi hamısını bitirdi axı sənə qalmadı. Sən gözünə nə olub elə? Ay sənə Quban. Can, sən gözünə nə olub? Qoy gedim ona da alım onda. Gedim bir paçka da alım gəlim. Gözləyin siz burada gəlirəm. Gözləyin. 2 paçka da aldım yenidən. Bu balaya görə beləsini aldım bu dəfə. Qoy görüm bunlar özün təmizləyib balahanı. Pis. Siz 7 istənə. Bu kadar obur olmuyor. Balahanı. Gel. Yok o değildi. Balaca. Pis. O birisi. Pis. Sizi bildim de siz yok. O birisi bebe hani balaca hani. Ay gedib hara çıxıb o. Ay. O deyəsən yaramazlarıdır. Çox yaramazlıq eləyir Aylin demiş. 2 paçka da bitti. O ikisini orada tökmüşəm. Onlar biraz xəstə kimidir deyəsən. Orada yeyirlər. Bunlar da burada. Dört paçka bitti. Heç nə, gedək. Az da olsa, nə bilim, qarınları doydu da, az da olsa. İnşallah ki, başqası da yemək verər. Gəlir yanıma. Ha. Ne var? Ben sizi necə aparım yanıma? Hı? Ben sizi necə aparım evime?
Ay, insanın deyirəm geniş bir nə həyətdə evi olan, ancaq bu canlıları saxlayasan. Yəni hansı ki xəstə olan, soyuqda qalan, nə bilim. Qurban olum Allah. Allah hamısını qorusun. Ayrıla bilmirəm, gözlərim dolub. Ay, hər küçədə verdiyim pişiyə qarşı beləyəm, hər hamısına. Of. İsə biraz kövrədik. Keçdi. Ona görə videomu bağladım. Neyse. Ay, burada da valla. Hara gedirəm qabağıma çıxırlar. Gedim biraz market gəzəm. Marketten çıxdım. İndi gedirəm məktəbə tərəf. Ya da burada kutu var. Xırdalanda. Orada girim. İşte birinin ad gündən qurtardıq. Biri başladı. Ayın 31'i də Fidanın da ad günü. Ona görə görüm onun istəkləri nədir. Ona da hediyə almalıyam ad gününü. Ora baxım. Təxmini bilirəm nə istəyir. Gəldim. Kutuya. Görək nələr var. Bu sticlər bu dəqiqədə olub. Hər yerdə var. Bilmirəm Fidan nə formasını istəyir. Roz rengi de var, bu rengi de var. Çoxdur. Belə böyükləri də var. Şeydə. Daha sonra belə kuklalar var. Fidan kukla istemez. Ona bir tane görüm. Bunlar çok güzeldi. Çok hoşuma gelir. Roz rengi de var. Daha sonra görüm. Bunlar nedir? Defterler. Peçete diyor, peçete.
Bunlar da qəşəngdir. Ailəyə göstərsəm bayılacaq. Şoklar istemez. Çünkü pul saxlamır. Ama Stitch. Burada daha çok ailenin yaş grubu var. Dördü 1 manat. Yok. Bunlar da yaxşıdır. Stitch neler de var. Bir de bunlar. Kutumutudan da çıxdıq. Orada daha çox ailənin yaş qrupuna uyğundur. Amma əsas nələrə baxdım. Fincanlar çox qəşəng idi. 8, 10, 12 qəşəng idi. Bir də Stitch mişka istəyirdi, səhv eləmirəmsə. O gün deyirdi ki, mama Stitch mişka istəyirəm, mənə mişka alarsan. Bəlkə onu alaram. Bu da şeydən aldıqlarım. Onu alaram. Bilmirəm. Stitchlərə də baxdım. 8 manat, 10 manat, 12 manat, 7 manat. Hər qiymətə var idi. Balaca. Böyükləri 20 manatdan başlayır. O, olsa elə böyük bir şey istəmir. Balaca istəyir deyəsəm. Nə bilim. Baxım görüm. Nə istəyir, nə etmək istəyir, nə yemək istəyir, nə içmək istəyir, hansı tort istəyir, nə bilim. Hədiyyə olaraq nə fikirləşir, öyrənəcəm. Gedim məktəbə tərəf. Artıq fidan çıxmağına az qalıb. Gedim götürüm onu, gedə evə üşüdüm, susadım. Yemək də yeməmiş çıxdıq səhər-səhər. Fidanın o qədər həyəcanı var idi ki, heç nə eləmədim də. Yüngül evə əl gəzdirdim. 1,5 saat. Tez çıxdıq. Gedim yemək yiyeyim. Yemək pişirim. Nə qədər işim var. Dəhşət çay istəyirəm. Fidan çıxdı, gedirik evə, az qalıb. Çatırıq. Axır ki, bu günü də yola verdik. Fidan bizi öldürürdü hər gün. İmtahan. Gəldik evə çatdıq, əziz xalalarımız. Ay, yoruldum, həqiqətən yoruldum. Bir neçə saat ayaq üstə durdum. Aliş kuklası ilə oynayır, onun səsinə baxın. Şu oynayır. Bəbəsin çox xoşladı, çox xoşuna gəldi. Səsindəki görürsünüz də xalalar. Əsl uşaqdır. Getdim Zuziyə baxmağa. Zuziyə ödül maması almışıq. Onu Zuziyə, aha, gəldi. Hə. Birini ye, birini ikincini istəyir. Bunu da xalalar dedim sizə göstərim. Yeni bir hədiyyə gəldi bugün. Deməli, əvvəldən izləyənlər bilir, mənim podruqam yaxınım. Həm qızlarımız bir sinifdə oxuyur, uşaqlarımız. Rüfanə var, Rüfanə xalamız. O alıb uşaqlar üçün. Bir də tablo var idi, Dəniz, onu da gətir. O tabloları axı. Yox, üstündəkiləri götür də, işləyirlər. Gətirən kimi onu açdılar. Belə bir üzərinə qaşlarla işləmə. Yarısını edir. Yox, qopartma, ev yox, amma onun üstünə niyə qoymusan? Mən qoymamışam, çox qoyum. Belə bir tablo. Birincisi bu, Ailişə. Melodili. Melodili. Onu çıxart. Bir də Fidanın da bilirsiniz ki, ayın 31-də Fidanın da dəfələrlə demişəm. Belə bir hədiyyə verib. Bunu Fidan üçün. Fidan belə geyimlər geyinir, bilirsiniz. Zara'dan alıb. Rəngi çox qəşəngdir. Belə qısa modellə, necə deyim,
bot şalvarla geyinməyə də, yəni bərgi şalvarla geyinməyə. Bu Fidanın koftası. Dedi, indidən onun da hədiyyəsini dedim verim. Aylinə də bir dənə o tablonu, daha sonra belə qəşəng jaket alıb. Görün nə qəşəngdir. Rənginə də bayıldım. Əsl Aylinin rəngidir, pudra rəngi. Bu da həm izləyicimdir, həm dostumdur. Hədiyyəsinə görə çox sağ olsun. Bu da Aylişin koftası, qəşəng qalın koftadır. Dedim qoy bunları da sizə göstərim. Bir də onu, tablonu. Da Rufana xalamız alıb. Hə, nə demək? Göstərdim, hə. Qızında mübarəkdir. Aylin belin bağlamışam. Çünki qarnı ağrıyır Aylişimizin. Ona görə xalalar. Zuzi, sənə nə olub? Zuzinin ödül mamasını gətir. Yenə verəcəm ona acı. Onu gördü, o dəli olur. Suzi, gəl. Suzi, gəl, gəl. Bax, Suzi. Dayan, gəlmədi. Oha. Ölür də bundan ötəri. Aylin, nəyə gülürsən? Yiyir də, onu da yiyir. Ay, bura dağıdı. Safetka gətir qızım. Suzi özünü itirir də belə şey. Bu da sizin dili. Ay, o birisi paket deyil, elə bilir Felix'dir. Getmə, Felix deyil. Da bugün bundan yedin də. Bəlkə arada bir korum da yeyəsən. Nəm safetkadır. Gözüm mən onu. Buranı təmizləyim. Geçti. Başı değdi. Suzi, gəl. Sizdə istəmir də qızda. Al bunları tulla. Gözüm ver. Suzi, gəl. Aylişin 10 yaşında bura asmışıq belə. Başqa yer tapmadım. Niyə yer tapmadım? Zuzinin əlindən. Zuzi qoymur, imkan vermir. Partlatmaq istəyir. Ayliş də deyir, yox, hələ qalsın. Qalmışam ikisinin arasında. Aylişin ad günü bitdi inşallah. Fidanın ad günü qarşıdadır. Mənim şirin şəkər, balaca izləyicim Milayın da doğum günüdür. Milayı çoxlu təbrik edirəm. Onu qardaşı Sahib, bacısı Mələk, anası, atası ürəkdən təbrik edir. Mən də bu təbriklərə qoşuluram. Milay qızım, gözəlim, səni təbrik edirəm. Böyük qız olasan, 100 yaşayasan, ürəyindəki nə ki arzuların varsa, Allahım onların hamısını sənə nəsib etsin. Özün kimi bəxtin də gözəl olsun. 100 yaşa, sağlam yaşa, uzun ömrün olsun. Sevinclə, xoşbəxtliklə dolub daşsın illərin, günlərin, ayların. Milaşka, öpürəm səni çoxlu. Bir daha yaxşı ki varsan, yaxşı ki doğulmusan. Belə, öpürəm səni. Nəhayət çayıma qovuşdum. Bir stəkan tökmüşəm, indi içəcəm konfetlə. Daha sonra yorulmuşam, biraz uzanacağım. Bu videomuzda baxıram ki uzun olub. Xalalar, videomuzu burada bağlayım. İnşallah sabah növbəti videoda görüşərik.